Bu işə başlamaq üçün nə lazımdır? Hər gələn sülə bilir, yoxsa ciddi prosedurlar, təhsil, Ausbildung? Buyur. Bəli. Bax mən sosial şəbəkələrdə bir dəfə video paylaşdım. Bəli. Çox mənə suallar orada verdilər. Yaxşı ki elə bunu çəkirsən, bəlkə də bu sualların cavablarını burada görəcəklər. Çox adam düşünür ki, Azərbaycanda mən avtobus sürücüsü işləyirəm, gəlib burada Almaniyada da sürücü işləyirəm. Bu belə deyil. Birinci növbədə burada alman dilini öyrənmək lazımdır. Ən aşağı səviyyəsi, yəni B1 səviyyəsini öyrənməlisən ki, müştərilərlə ünsiyyət qurursan. Ondan əlavə elə ki, burada imtahan verirsən, biz müştərilər deyirik. Ona farq asdı, hə. Sərnişinlərlə ünsiyyət qurursan, sərnişinlər səndən bir şey soruşanda sən məcbursan onlara cavab verməli, informasiya verməlisən. Ondan əlavə elə ki, sənin imtahanın alman dilindədir. O imtahanı alman dilində verirsən. Sənin almancan yoxdursa bu mümkün deyil. Yəni bura gəlib oxumaq üçün, yəni burada işləmək üçün yalnız və yalnız Ausbildungla gəlmək olur. Yəni mənim sürücülük vəsiqəm var, gəlin burada alman sürücülük vəsiqəsinə dəyişim, bu mümkün deyil. Ola bilər, mümkün necə olsun. Sən gəlib burada Ausbildung elə, səndə kateqoriya varsa, onu burada dəyişdirmək istənsə, ola bilər ki, şirkət o xərcləri üzərinə götürüb. Çünki az deyil, 14.000 euro dövlət pul ödəyir bu pravanı, yəni sürücülük vəsiqəsini oxumaq üçün Ausbildungu. Ona görə Ausbildungla məsləhət görərdim ki, dil səviyyəsi olmaqla, yəni alman dili mütləq şəkildə olmalıdır. Yəni mütləq şəkildə olmasa bu mümkün deyil. Almaniyaya gəldinsə, dili bilirsənsə, bil ki, açar sənin əlindədir. Ondan sonra qapıları açmaq sənin əlindədir. İstənilən sayının qapısını açmaq olur, bəli.